Bilirsiniz, hamımızın qüsurları var, elə deyilmi? Hə. Bəzən gizlətmək istədiyimiz, heç kimin bilməsini istəmədiyimiz tərəflərimiz. Bax, bugün biz məhz bundan danışacağıq. Qüsurlarımızı örtbasdır etməyin çox qədim bir prinsipi haqqında. Bir saniyəlik təsəvvür edin. Əgər elə bir yol olsaydı ki, sizin ən böyük səhvləriniz, ən zəif nöqtələriniz mühakimə olunmadan, ifşa edilmədən gizli qalsın, bu boş bir arzu deyil əslində, bu sualın arxasında çox dərin bir hikmət yatır. Əslində, biraz dərindən düşünsək, bu hamımızın içində olan bir istəkdir. Qeyri-mükəmməl olduğumuza görə anlaşılmaq, səhvlərimizə görə bağışlanmaq, qüsurlarımızın üstünün örtülməsini istəmək, bu zamanın fövqündə dayanan, hamımızı insan olaraq bir-birimizə bağlayan bir ehtiyacdır. İşin ən maraqlı tərəfi də budur ki, bu universal arzu, bu istək əsrlər əvvəl bir sual olaraq birbaşa Peyğəmbərə ünvanlanıb. Gəlin indi həmin qısa, amma inanın ki, çox mənalı hekayəyə birlikdə səyahət edək. Deməli, hekayəmizdə iki nəfər var. Dərin bir hikmət axtarışında olan sadə bir insan və ona yol göstərən Peyğəmbər. Və bu dialoq əslində elə bir dialoqdur ki, yəqin hər birimiz o sadə insanın yerində özümüzü görə bilərik. Çünki hamımız bəzən dərin həqiqətləri anlamaq istəyirik. O adamın istəyi, bilirsiniz, çox səmimi, çox birbaşaydı. O, mühakimə olunmaqdan qorxurdu, çəkinirdi. Bütün istədiyi oydu ki, ilahi mərhəmətə sığınsın. Bu sözlər sanki onun ürəyinin dərinliyindən qopub gəlirdi. Peyğəmbərin cavabı isə bu səmimi istəyə qarşılıq olaraq verilmiş bir yol xəritəsi kimi idi. Amma bu sadəcə bir məsləhət deyildi. Bu demək olar ki, içində güclü bir vəd saxlayan bir formulaydı. Cavabın birinci hissəsi son dərəcə sadə və aydındır. Bu, birbaşa bizə, sənə, mənə ünvanlanmış bir çağırışdır. Yəni, kimisə mühakimə etmək, qınamaq, səhvini üzə çıxarmaq yerinə başqalarının səhvlərinin, qüsurlarının üstünü ört. Və bax budur, vədin tamamlandığı yer. Bu nöqtədə mənəvi bir qanun işə düşür. Sənin başqaları üçün etdiyin hərəkət sanki bir əks-səda kimi fırlanıb sənə geri qayıdır. Bu, kainatın bəlkə də ən sadə, amma heç vaxt dəyişməyən bir səbəb-nəticə qanunudur. Gəlin buna şərti olaraq əks olunma qanunu deyək. Yəni, nə əkirsən, onu da biçirsən. Kainata hansı enerjini göndərirsənsə, həyat da sənə onu qaytarır. Məsələn, sən mərhəmət göstərirsən, qarşılığında mərhəmət görürsən. Sən başqasının eybini örtürsən, baxırsan ki, sənin də eyblərin örtülüb. Bax, bu əlaqəni çox sadə bir tənlik kimi düşünə bilərik. Bir tərəfdə sənin şüurlu seçimin, sənin hərəkətin var, başqalarının eyblərini örtmək. Digər tərəfdə isə buna verilən cavab, ilahi reaksiya var, sənin eyblərinin örtülməsi. Sanki mənəvi bir mübadilədir. Sən başqalarına mərhəmət bəxş edirsən, əvəzində isə eynisini özün üçün qazanırsan. Və bilirsiniz, bu möhtəşəm konsepsiyanın xüsusi bir adı da var. Buna səttariyyət deyirlər. Allahın adlarından biri Əs-Səttardır, yəni eybləri örtən. Və bizdən də gözlənilən odur ki, bu xüsusiyyəti öz həyatımızda canlandıraq, yəni bir növ səttar olaq. Deməli, mexanizm əslində çox sadədir. Cəmi 2 addım. Birinci addım, sən sattar olursan. Yəni, şuurlu olaraq başqalarının qüsurlarını örtürsən, onları yaymırsan. İkinci addım isə bunun birbaşa nəticəsidir. Sənin bu mərhəmətli davranışına cavab olaraq eyni qorunma sənin özünə də verilir. Yəni, sən bu prinsipi həyatına tətbiq edən kimi onu özün üçün də aktivləşdirmiş olursan. Yaxşı, bütün bunları anladıq. Amma bir şey bilmək başqa şeydir, onu həyata keçirmək tamam başqa bir şeydir. Əsas məsələ də elə budur. Bu qədim hikməti götürüb gündəlik həyatımıza gətirmək. Məsələn, işdə yoldaşımızın etdiyi kiçik bir səhvə, dostumuzun ağzından çıxan düşünülməmiş bir kəlməyə ya da bir ailə üzvümüzün hansısa qüsuruna, bax bütün bunlara tətbiq etmək. Və sonda, gəlin bu sualla yekunlaşdıraq. Gəlin bir anlıq ətrafımızdakı insanları düşünək. İş yoldaşlarımızı, dostlarımızı, ailəmizi, bugün, elə məhz bugün, kimin hansısa kiçik bir səhvinə, qüsuruna göz yumağı seçə bilərsiniz? Kimin səhvini görməzdən gəlib üstünü örtə bilərsiniz? Unutmayın, verəcəyiniz bu qərar bəlkə də sizin öz qüsurlarınızın örtülməsi üçün atacağınız ilk addım olacaq.